morning guys. Bugün Canku'dan gedirəm Munduka və yaşlanıram yəni. Bu ilk ev sahibim idi ki, gəl durmurdu ki, dur. Amma dünən də bundan danışmışdım ki, buradakiler çox yaxşıdır ki, hiç belə şey eləmirlər ki, dur, gel, uşa vaxtdır falan, belə şeylər eləmirlər heç. Neyse, bu elədi. Pis eləmədi əslində, səhər idi və düzdə bir vaxt gəldi məndən sonra ki, gələcək ona görə. Good morning, qıraqdan çağırır. Durmuşam, bir gözüm açıq, bir gözüm bağlı. Şeydir, check-out olacaq birazdan. Okey, durma. Mənə deyir ki, kofe istəyir, pulusan deyirəm, bəlkə kofe istəyirsən, deyirəm, ola bilər. De görəm, kofe hazırlayır, özümüz burada hazırlayabiliriz. Diyorlar, çok sağ ol, özüm hazırlayacaktım, ondan hazırladım. Çünkü şirindir buradakiler. Deməli, benim İndoneziyalı dostum var. Jakarta'dan. Aynen sevgiçten benim sorudan şey. İndonezyalı dostum mənə qəşəng belə şal verib. Çox şirindir. Bu material çox qəribədir. Belə şal kimi də giymək olur. Bunların sarun kimi də giymək olur. Rubka kimi divara da asma olur. Yığışdırıb gəlib buralardan keçir, səsini də çıxartır, əli ilə belə zad eləyir. Mən keçdim bura ki, biraz şey olsun. Come. No, come see. Mən öz adıma danışım ki, niyə xoşladım buranın adamlarına. Çünki bunların pulları məsələn çox çətindir. Çoxlu sıfırlar var, çoxlu sıfırlar var. Və mənim hələ ki İndoneziya nömrəm olmadığına görə taksi sifariş edəndə ya dostum eləyir, onun da ya kartdan çıxmalıdır ya da ki nağd seçməliyim. Mən də nağd tərəfə deyirəm ki, kartından çıxmasın, nağd eləyək. Məsələn, çatıram, görürlər də ki, belə çox confused hiss edirəm pulu verəndə, eləyəndə. Mənim üçün belə kalkulyatorda çıxırlar, göstərirlər ki, bu pulu ver, biz sənə geri qaytaracaq bu qədər. Məsələn, o gün birinin olmadı 1-2 manatı, deyir ki, mən 1 manatım yoxdur, bunu versəm okeydir və bundan 1 manatdır. Deyirəm ki, okeydir, məsələn, onu deməyə də bilərdi, atsa heç xəbərim olmaz. Şeylərdə də, restoranlarda da yenə o cür işləyirlər, göstərirlər, bunu belə versən, özüm də deyirəm, kömək eləyin. Belə yəni, buna görə buradakı adamları çox sevdim, çox faizini sevdim. Təbii ki, pisi var, yaxşısı var, Azərbaycanda da həmçinin, amma belə sevdim. Canku da qəşəngdir. Əgər ki, fırfıra kimi, nə bilim, nətər deyim, o restoran, bu klub, bu dəniz sənin, bu klub mənim, bu shopping market mənim, o sənin deyəcəksinsə,
Shoppinglərdə bu arada buranın bazarı ilə Ubudun çox fərqi var. Məsələn deyirdim ki, Ubudda bir şey 70-dən 15-ə 10-a düşür. Burada burada dünənlərim hələ Qalihlə təsəvvür edin. Dənizə getmişdik. Dənizdən çıxıb yan tərəfdə bazarlar var belə üstü bağlı tipdə. Amma Qalihdə girək baxaq. Bəlkə nəsə tapdım da, amma girdik, soruşduq, bir paltar 80 manat. Dedim ki, ay, istəmirəm də, almırım. Gedirdik, dedik ki, diskant da yoxdur da. Deyir, yoxdur, 80 ilə 80-də Qalihdə şeylədir ki, biz elə bildik 10 manatdır, ona görə gəlmişik. Ay, yox, manat nədir, 80 manat. Sonra yenə qıraqda papaq baxırıq, 25 manat. Yenə diskant, endirim yoxdur. Heç belə çıxdıq, dedim, davay getdik yemək, buradan bizə çörək yoxdur. O bir yerlərdə elə idi, ancaq butik kimi yerlərdir, restoranlardır, idman zallarıdır burada əsasən. Bir dənə dənizdir, bir iki dənə daha doğrusu, belə. Biz what is the name of the sea? Batu Bolon, thank you. Batu Bolon dənizinə getdik dünən. Çox təmiz idi, çox qəşəng idi. Həm şeydə yerdə balıq qulaqları yoxdur, ayaqqabısı da şəpsiz falan belə gəzə bilirsiniz. Amma çimə bilmərsiniz. Çünki dalğalar çoxdur və hər dəfə dalğa gələndə nə qədər qumu içəri aparır, yəni ki, çökür. Siz olduğunuz yer, ayağınızın olduğu yer çökür, bataqlıq kimi qorxursunuz, yəni yıxılır adam eləyir. Ona görə nə çox uzağa getməyinizi tövsiyə eləmərəm, gəlsiniz, onsuz da görəcəksiniz, nə də belə panikaya düşməyinizi filan. Dalğalar çoxdur, üzmək olmur, üzməyə gəlmirlər, biraz özlərini sulayıb deyəcəmə uzanır, zaqar almağa. Belə, bu cür. Təəssüf ki, sizə buradan çox yer göstərə bilmirəm. Dəniz, getdiyim yer, klub, nə bilim belə. Yollar qəşəngdir həmişə kimi. Bu cür, belə. Birazdan durub gedəcəm, yəqin ki, Qalihin dostunun tatu studiyasına, Qalihdə orada olacaq. Biraz pul dəyişməliyəm. Elə hazır Qalih olmuşkən dəyişim. Ubuda qədər, Ubudda yaxşı yer olacaq dəyişməyə. Keçən dəfə var idi, o bir videoya saxladım. O vaxta qədər bəs eləyər, indi dəyişəcəyəm. Pul bura gələndən bir dəfə dəyişmişəm. Sadəcə $100 dəyişdim. Şeydə, Qutada, shopping mallda, aşağıda, ən güvənli yeri ilə ora ola bilər. Orada dəyişdim. Hələ də neçə gündür buradayım, 5 gündür, 6 gündür buradayım. Yum qalıb, xəşləməyi var yenə də, amma qutaracaq. Elə Qalih olmuşkən ondan dəyişim, nömrə alım. Sonra da gedim Bunduqa, 1 saat, 40 dəqiqəsi, belə yolum var. Belə. Bura çox qəşəngdir, çox güvənlidir. Məsələn, qapıların elə olmasına baxmayaraq, heç nə baş verir, heç bir tıqqıltı, çıqqıltı, belə bir şeylər də baş vermədi. Ancaq özümüz, bunlar buradakı adamlar hamıda gəzir, gəlir, yerinə girir, məsələn. Bu cür, biraz, yəni heç, nətər deyim, heç düşünmək də yoxdur da ki, təhlükəsizdirmi, nədir, təhlükəsizdir. Videonun davamını yəqin ki çəkərəm, sonra da sağlaşarım sizinlə. Burada Canku, sakit Canku. Hamıya görə, hamının adını çəkən Canku, Canku, səhərə qədər oyaq qalmaq, partilər, nə bilim, ora, bura. Mənim üçün Canku belə sakit oldu. Dostumla da danışanda, İndonesiyalı da Qalihlə. Deyirəm ki, Ubudu çox sevdim, deyir, hə Sabina, Ubud tam sənin şəhərindir, belə, mən deyir, onsuz da təxmin eləmişdim, sən orada qalmağı sevəcəksin. Bye.
money changer. Qalib. Pul dəyişməyə gedirəm. Qaliblə çünki pul dəyişən yerlərdən narahatam. Oh. Ona görə də buradan olan adamla getsəm yaxşı olur. Öyrəşdim şu bayka. Öyrəşdim. Yay! I feel on the roller coaster when I sit on the bike, yeah. The money changer, I think, for you. That's money changer. That's safe. I don't think it's safe. Oh, No? we'll see. We'll ask them. Okay, with you, okay. Cediri şelaleye. Guys, say hello to my YouTube channel. Hello. Take a vlog. I'm just filming. It's Seminyak. Seminyaktayım. No, it's Krobokal. Krobukal? Yeah, Krobokal. Krobukal, sorry. Krobukaldayım. Krobokal. Krobukal like a crocodile. Crocodile, yeah. Krobukal. Nggak jalan nih. Jalan. Jalan. I just know one word is apaya. Apa ya? From first day, I just remember that. Apa ya? Apaya. I forget yours. Thank you. Terima kasih. What's your welcome? Sama-sama. Sama-sama. But in Bali, suksmu. Suksumu. Suksmu. Welcome. It's Balinese language. It's Yeah. thank you. Oh, thank you. Suksumu. Suksumu is easy. Yeah, you can say that. Suksumu. To become more local. Yes. Suksmu. Suksumu. Haha. Suksumu. Okay. Terima kasih. Suksumu. Apa ya? Apa ya? Looks so good. You know, apa it's like some expression when you are confused with some. Yeah. And thinking about Like for apa example, ya? you're confused. Oh, yeah. What does that mean? What's that mean? Apa ya? Yeah, my Gojek driver Yeah. taught me that when he wants to find some words in English, he said, "Oh, apa ya?" Apa ya? Yeah, he used a lot, and I asked, "What's it?" He said, "This is." Yeah. We say, "Oof," when we. Your name is Giles? Giles ya. Oh my God! After 4 years later, and no Gali, Gali. Gali. Yeah, Gail's like nickname. Giles, nickname. Yeah, and Gail. I know the official one, yeah. Yeah. Okay then. Canggu is a lot of people and foreigner. Yeah. It's a little bit fancy place. Yeah. Everything is just in the one places, the beach, the restaurants, the bazaar, the store I mean, and like this, the compact. My place was so far away from there. Oh, Yeah. too quiet ya. I should use Gojek. I couldn't go by walk. Oh. Yeah, it takes my 40 minutes by walk with the beach. Oh, I think you work on mobile, like remote job, remote work, not to office. Me? Yeah. No. I work it's summer holiday in my country. Oh. Yeah. I always forget you have no summer holiday. Yeah. And I say to Kali, "Oh, it's your summer holiday." He says, "I mean, we have no summer holiday." This is the reason people use auto bike. His playlist is like this. Instagram. I know. Biz bayaqdan dayanmışıq svetoforda, amma bayklar sağdan soldan gəlib gedir. Deyirəm, buna görə buradakı adamlar daha çox bayk işlədir. Diam dulu, Chris. Tindle, what's Tindle? Tinder. Tinder, what's Tinder? Tinder. Nah, It's
Tinder is application. No, you said to Krishna. Oh, You was touching and you said Oh, Minggir. jangan. Pinggir. Ya, minggir, minggir. Don't Apa touch. itu? Minggir. Iya. Minggir. Finger. Minggir. Don't touch. Don't Yeah. touch ya. Dish dur. It's Like a, watch out. No, it's like move. Ah. It's dinch dur in our language. Things to. Dinch dur. Tungsten. Just don't touch. Don't do anything. Teach. Teşekkür ederim. Even Turkish version. Привет. Yeah, improving. Say necesen. Necesen? You also Krishna. Niçesen. Necesen. Niçesen. What is mean? How are you? Oh, Niçesen. necesen. Uh, Wait, do you speak Russian? a little bit. Говори по-русски. Да. По-русски. In Нет. Я говорю по-русски, but чуть-чуть. I understand. Say yaxşı. 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 Yes. Because I'm good. Okay. When someone asks me necesen, say Do yaxşı. you speak Arabic? Oh no. नहीं. Fucking Indian. So what other language do you speak? You know, I know a little bit Japanese. Oh, Nihon. Nihongo. Sino namay wa Krishna Reyes? Oh. Yoroshiku onegaishimasu. In Indonesia, Starbucks are good. What's good? Starbucks. Starbucks. Oh yeah. I saw just 2 Starbucks in here. Have a lot. But Oh. it's more expensive than other. Yeah, it's expensive in everywhere. Just they couldn't run in Australia because Australians coffee is more good and high quality and they yemeğe yer axtarırlar. Onların Dayday kafesi var belə qəribə. Dayday kafesi də yolun qırağında yerlərdi belə qəribə. Açığı ürəyirəm mən yeməyə. Xəstəliyə falan gələm sadəcə. Gue lapar banget Görəm ya, istəyirəm. Dayday kafeler zor mən dari gua aja gedirəm. udah gue bayarin. Gumeri! Ayolah, gue lapar banget anjing. Gua bayarin. He's hungry! Don't make he's hungry! He's starving. Lapar means Lapar. hungry. Oh, lapar! Fucking lapar. He's lapar! Lapar. Lapar gali! Gali lapar. Selele lam. Belum. Slelelam. Slelelam stop. Selam. Slelelam you said. Celala. Celele. It's a food. Lele, it's a fish. Have you ever tried catfish? Cafe. No. It's really nice. The texture is really soft. Oh. For real, it's nice. Like a song. Oh, you're so beautiful. Duduknya di mana? Dilleri zordu. Gılı 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 gılı. I hear you like gılı 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 gılı. Gılı gılı gılı. Do you sounds like Thai? No. Do you sounds like which language it's similar in the sounds? I don't know. Like for example, I say that your language sounds like Turkish. Yeah. Kemarin gue ke Inggris ke Canggu. Baju biasa bangsat 600. Yeah, he's right. You are talking about bazaar? Yeah. Yeah, I know. How the fuck do you know that? Like this, because expression. Expression. You get shocked. 600. Yeah. Dünən bazara gelmişik, don baxırıq bir dənə elə belə. Qiymətini soruşuruq, 80 manat deyir. Deyirik ki, yox, istəmirik, gedirik də. Heç aşağı vermir. Why are you talking to? That's right. Kimə deyir danışırsınız? I look like a crazy. Imaginary friend. YouTube channel. Nəsə indi dostuna deyir onu öz dilində. Deyirəm mənə düz deyir. Deyir oradan bildin onu deyirəm. Oh, one day we saw the story with one Korean guy comes to Azerbaijan and he was looking for pork so badly and he couldn't find. He was crying. I want to eat pork and there is no pork. Is it not common to eat pork? Oh, we don't eat actually. That's why. Oh, you guys don't eat pork.
Yeah. If you find hard from some restaurants, maybe yeah. No. Sometimes people go to the forest and they hunt. Aha. Yes. It's okay. If that person could find the Georgian restaurants, they could be, but not in the markets. Oh, is it big at the Muslim community? Or? Not that's why people don't eat just. They can't swim. So how can you eat pork in Azerbaijan? We know some restaurants. Yeah. You can find there is a pork kebab. Oh, pork kebab. Yes. Did you eat kebab yesterday? Send me a picture. Oh, you put some story of kebab. Kebab. I think yeah, you put story before I arrived here. Before you arrived here. 3 days ago. Okay, maybe you forget, or maybe Another person. So here I ate ramen, pizza. Oh, it was bacon. Oh, bacon. Maybe. But I saw kebab. No, I didn't eat kebab or that type of thing. Kebab. Our kebab are so delicious. It's so delicious. Really? Yes. You should try. Sure. If you try, you get addicted. Do you use garlic a lot or not? Yeah. Sometimes it depends on the food. You use it a lot. Not a lot, but I love it. Yeah. We put the Pringles. We make the garlic like a Pringles. Yeah, from summer till winter. We put in the Is it- jar. So wait, your garlic, is it big? Yes. Garlic. Yeah. Oh, in Indonesia the garlic is not really big. Yeah, sometimes we eat it like a snacks, like French fries. No, it's big in our country and it gets sour and it's so delicious. Yeah. Gue bangun jam 11. Bangun mau mandi. Pak, mati lampu anjing, hotel mati lampu. Don't get angry, Kadik. He's hungry. Deməli gəlmişik. Bunların yol qırağı yeməyinə. Belədir. Düyü tarlasıdır bu. Prostaki biraz versiyası. Belə yeməklər var qəribə. It's bon appetit. What's in Indonesia? Ha? Selamat makan. Salamat bakın. Salamat yiyin için deməkdir yəqin. Bilməm. Doydunuzsa qalxaq. Başa düşmürlər heç. Mən də başa düşmürəm onlar danışanda. Yatmağa yer var. İşçilər orada yata bilir yəqin. Belə bir yerdə belə yesəz yemək, yəni mənzərəniz yenə də zordur. Hava çox qəşəngdir burada. İsti deyilsə sərin belə qəşəng. Harusnya bolanya di situ kan dia tantangan tangan kiri aja ternyata kan kalau di bolanya di sini kelihatan. Ümid edirəm ki görünür. Çoxlu uçurtmalar var. Əgər uçurtma həvəskarsınızsa buradan həm qəşəng uçurtma ala bilərsiniz, həm də ki uçurda bilərsiniz. Çox xoşdur bunlardan. Hər yerdə belə görəcəksiniz. Gəlsəz uçurtmalar, fərqli mağazalar var, qəşəng. Belə maraqlıdır. Belə bir şey olduğunu bilmirdim. Yəni belə bir maraqları olduğunu bilmirdim. Yağış yağır, oh my god, və biz şəlaləyə gedirdik. Deyirlər ki, belə biraz təhlükəli ola bilər. Yaxınlaşmaq, çünki qayalar gəlir. Belə olanda bizdə çoxlu su axır. Təbii ki, çoxlu su normaldır yağış yağanda şəlalələrdən, amma qaya normal deyil. Mən dedim ki, okey, uzaqdan baxarıq, heç olmasa dedilər, okey. Oh my goodness. İsmailli yolda içən. Belə.
Əslində yağışlı sezon deyildi bu. Özləri də deyirlər ki, yağış yağmamalıydı. Ümumiyyətlə Çankuda da, burada da, amma mənim gözəl bəxtim. Amma xoşuma gəlir aslında mənim yağış, çox sərin hava var. Gəlmişik Leke şəlaləsinə. Bilet almalıymışıq. Qəşəng şeylər var. Hava bombadır, amma bunlar üşüyürlər, İndoneziyalılar. Onlar üçün deyil, belə kafe falan var burada. Belə, qəşəngdir. Girişi 5 manat idi. İndi gedirik. Oh, that's good. That's good for picture as well. We are gonna go. Onların da birinci dəfəsidir şəlalədə. Onlar da turisti başım burada. 3 qaz gəzirik. Yeah, 400. They say this for 400 Meters? No, 400 stairs. Aa. 400, 4000. You wanna count? Huh? Counting? Yeah. In my language. You're counting the stairs. Huh? You said you're counting. No, like this. I changed that just in my brain. Oh. Okay. Time ago, there was, I don't know. Didn't It was a really good waterfall long time ago, and it was There is free. a water, yes? Yeah, water. It was free from a long time ago, but since the foreigner came, then the local gets a price for it. Oh, really? Yes. Okay. No, it was. Like now, you know, it was really free, right? It's nature. Now we should pay 50,000. You are the best guide in the world. Isn't it ironic? What's your step? Oh my. Oh, buradan geçti. Go first. Oh my gosh. Və tərs gəlmişik. Kok ada tangga lagi. Okay. Çox qəşəngdir. 4000 pilləkəni düşdük. İndi də qalxırıq elə. Amma dəydi. Ay, çox qəşəngdir. Hələ də qalxırıq. Hələ də qurtarmayıq. Lama ya? Enggak sih, itu gampang aja sekarang. Akuran juga. Udah mix udah orang. Ay, yol üstü dayandıq belə bir göldə. Bu göldür. Çox qəşəngdir. Meyvə aldıq. Oh iya ya. Meyvə yeşiyində. Bisa dimakan.